Herkese salam. Kanalıma, videoma hoş gelmişsiniz aziz ve hürmetli izleyicilerim benim. Yeni vloglar, yeni videomlar karşınızdayım. Deməli, karşınızda mən Qeymas, yəni Aysundur. Bilirsiniz ki, biz kənddəyik, ona görə də bu gün sizə mən nə edirəm? Əlbəttə ki, kənd vlog çəkirəm. Bəli. İlk öncelikle bunu demək istəyirəm ki, kanalıma abunə olub, videoma like atıp bu güzel yorumlar yazmanızı xahiş edirəm və istəyirəm çox-çox. Zəhmət olmasa rica edirəm ilk öncə. Evet. Deməli kənddəyik. Mən qəşəng burada unpacking edəcəm. Kənddəki evimizin də turunu edəcəm. Nənəmi də göstərəcəm. Çünki nənəm güldəyəm. Daha nə edəcəm? O kimsinə hər şey edəcəm. Kənd vloguma beğenirsiniz. Hoş geldiniz benim bu güzel kənd vloguma kızlar. Saat burada necəsə 9'da uyanmışam və hal-hazırda isə onun yarısıdır. Əynimi geyindim ki tez bazar mən vloga başlamalıyam oluyor. Arkadaşlar, evet. İlk öncelə istəyirəm ki bu unpacking edə, yəni sipariş etdiyim kargolar açıqsına bir də benim bu üzerimden büyük götürülsün artık həqiqətən. Baxaq, çox gözəl necə deyim, geyimlərdə burada yalnız mənim üçün, mənə ait şəxsi geyimlərdir. Şəxsi geyim üçün necə deyim? Sizə göstərəcəm zaten, yəni narahat olmayın lan. Çox qəşəng geyimlər var həqiqətən. Əslində bu səfər həmişəki kimi yəni ayrı-ayrı sadəcə istədiyim məhsulları, istədiyim geyimləri və ya da ki səbətdə olan məhsulları almamışam. Qəşəng, sevdiyim, gözəl kombinlər düşünmüşəm. Ürəyimdə qəşəng dənə kombin planları, fikirləri qurmuşam Pinterestdən həm də. Yəni onları sipariş etmişəm ki, qəşəng kombinlər edə bilim və bu kombindən də əlavə daha gözəl kombinlər edə bilim deyə qızlar, bəli, unpacking başlasın, getdi unpackingə. Bəli qızlar. Baxaq. İlk öncə bu donu göstərim elə, çünki bu dondur da gördüyünüz kimi. Böyle bir dondu, indi bunu mən sizə geyinib də göstərəcəm. Yəni narahat olmayın. Çox qəşəngdir. Nə qısadır, nə uzundur. Hiçbir görünmür, ədəbli və gözəl bir dondur. Və mən bunun ən çox həm qollarını, həm də ki bu donun parlaqlığını, bir də ki bu dona beləcə deyim, fərqli kəməri var gördüyünüz kimi. Yəni bu dona gözəlliyi verən bunun həm də kəməridir deyə düşünürəm. İlk növbədə kəməri, ikinci növbədə parlaqlığı, ikinci növbədə qolları ola bilər əslində. Çox qəşəngdir. Geyinim baxın. Baxın. Məncə qızlar süper oldu. Yəni belə oldu əlimdə don. Məncə çox qəşəng oldu, süper. Əsl istədiyim kimi oldu. Mən biraz aşağı saldım. Çox qəşəng. Süper, zaten alttan beri kaldıklı görünecek. No problem. Ama buradan bence süperdi ve size eminim beğendik. Bu arada bunda ne istedim? Geçen sefer vlog çok kısa oldu. Önce de üzür istedim hakikaten. Hiç bilmiyorum ne uzun, ne kısa oldu. Çok kısa oldu hakikaten. Yani 14 dakika vlog olar, 14 dakika oldu. Hiç 14 dakikada ben bilir tam olmadı. Ha 14 dakika, 14 dakika oldu. Niye 14 dakika oldu hiç bilmiyorum yani. 14 dakika bilmiyorum. İzleyen çok pis elbette. Yine de hakikaten üzülü sayın. Daha neyinin olur da vlog kısa oldu da. Ne yapabilirim ki arkadaşlar? İndi neye göstereceğim? Burada da ben yığdım koydum. Ha. Bir de şimdi koftadı kızlar. Bir de şalvar. Giyindim bakın. Fokus. Bakın. Necə gözəl oldu. Ay yavla. Kofta materialı çox isti və qalın materialdır. Baxmayın qısa qol olmağına. Cins şalvar da adi, yəni kəmərdə almışam bu arada. Adi göy cins şalvardı, yəni trapez. Məncə süperdir. Bəyəndim hətta çox. Bilmirəm necə deyim, necə izah edim, amma mən bu kombini həqiqətən çox bəyəndim. Hətta bayıldım qızlar. Bir dənə bu kombinin gözəlliyinə baxın. Bu arada həyatda geyinmirəm, evdə rengaları fərqli çəkirəm, sadəcə qəşəng görürsünlər, xatırlan falan.
Bir dənə buna baxın qızlar. Süper deyib. Bir dənə buna baxın. Mən necə deyim, əslində mən dondumu, necə deyim, ətəkli kombinlərdə geyinməyi bir o qədər sevmirəm, Niyə görə? Çünki həm rahat olmuram, həm insan belə diskomfort kimi özümü hiss edirəm. Nə bilim, mən ancaq şalvar geyinməyə öyrəşmişəm, şalvarı sevirəm və şalvar geyinirəm çox zaman. Bundan asılıdır əlbəttə. Amma bu don süperdir. Həm uzun, həm rahat, həm çox gözəl. Yəni heç bir yeriniz açıq təsəvvür edirsiniz ki, də süperdir də. Hətta üstündən qollarınız açılda qalması da qəşəng jaketi də var. Məncə bu da çox süperdir əlbəttə ki. İstəsəz bu jaketi almaya bilərsiniz, ala bilərsiniz. Mən aldım çünki mən çox ehtimal bunu qışda giyəcəm. Qəşəng altdan qalın uzun bir don, sapaşki və crop və üstten bu raket çok süper bir kombin olur da qızlar. Oversize və milli. Mənə bir qədər də oversize gəlmədi. Oversize bizdir, boşdur. Amma daha çox mənə klassik və belə milli geyim kimi gəldi. Nəsə bilmirəm niyə, amma çox qəşəngdir. Denərim. Qızlar, bilmirəm bu kombin haqqında nə danışım, nə deyim, necə deyim, amma çox qəşəngdir həqiqətən. Buna baxın bir dənə. Qəşəng bənövşəyi rəng ətək, mor bənövşəyi rəng crop, üstündə belə qəşəng jaket, plastik, daha doğrusu kostyumda, pencək. Çox qəşəng. Ayaqqabıları da bu arada mən özüm almışam bu rəng. Çünki mən mənə gəlir ki, yəni bu ton Çəhrayının bu tonlarında diktavanın yoxdur. Onu gördüm ki, həm olsun. Dedim elə bundan kombinirəm, məncə gedər. Öyle düşündüm, o yüzden de bundan gösterdim size. Aman kızlar, bu kombin de elbette ki süper ve muhteşemdir. Ben de beğendim, siz de beğendiniz. Umarım incedirəm. Ve sonraki kombininiz ise göstereceğim. Çok qəşəng dənə dediyim. Yaşıl kombindir. Wow, geliyor. Bəli kızlar, deməli, dediyim. Bu kombinimdə belədir qızlar. Biri yaşıl şapkadır, koftada bir də şalvarda, ayaqqabı özümündə krossovkadır, ağ krossovkalarım. Göstermiştim bunlarda. Yeni açılan ayaqqabı mağazası almıştım. Zaten bilirsiniz. Köynə vlogları izləməmişsiniz, bilinməzsiniz. Ona görə izləyin deyirəm. Çok qəşəngdir. Koftadan, dediyim bu şapkadan və bu şalvardan. Klasik bu Versace bölmüş. Şapka bir o kadar da hoşuma gelmedi duruşum. Şapkasız biraz geçen şapkalar biraz gelbekim görünüyor. Niye? Neyse. Eresine bir de ayakkabılarımı değişim. Bu kırmızı ayakkabımı giyinirim. Evet. Çok qəşəngdir. Danışa bilmirəm də. Bunların gözəlindən danışa bilmirəm. Şalvar eyni qaldı. Çünki mən o kombinlə giyinməyə şalvar tapa bilmədiyim üçün, bəyini bilmədiyim üçün sifariş etməmişdim. Neysə. Ayaqqabı qırmızı bir dənə qəşəng belə. Devam. Çok qəşəng. Bu necə? Bu il trenddir, brenddir və çox qəşəngdir bunlar. Həqiqətən. O vaxt bu dediyim bir neçə aya öncəyə qədər biz neynirdik əgər belə giyinmək istəyirsə. Kofta giyinirdi, üstündən də jaket bağlıyorduk ki, bəlkə biraz qəşəng görünər. Və uje dediyim dəb gördü ki, hamı yəni belə bir şey sevilir, belə bir kombin sevilir, belə bir kombin kimin sağlığından çıxıb, hər kəs edir. Necə deyim, qəşəng necə elə görərsiniz. Bax biz indi edirik. Əvvəl edirdik daha doğrusu. Koftanın üstü jaketi belə açırdıq çiynimizə, bunu bağlayırdıq. Bax bunu gətiriblər. Bax bu dəbidir. Belə koftalar çoxdur və çox gözəl qiymətlərdə münasib. Həqiqətən trend oldu bax onlar. Burada siz belinizə öz jaketinizə bağlamağa və tezdən sonra onu açıb bağlamağına ehtiyac yoxdur. Elə özü belbaşı koftanın üzərində var. Çox qəşəngdir. Super trend və brenddir. Görəcəksiniz bir neçə il sonra belə bir şey gələcək. Koftanın yarısından jaket kimi bağlanmalı. Yəni bu aşağı dönəcək. Necə ki biz bəzən ətək kimi, yubka kimi nəsə bağlayırıq. Jaket falan belə koftada bağlayanlar var. Jaket falan bağlayırıq. Amma o da gələcək yaxın. Narahat olmayın. Dəb gəlir. Gəlir bizim
olmayan şeyler ve bizim sevdiğimiz şeyler oraya gelirler. Narahat olmayın. Süperdim. Bunun paltoslar var bu arada böyle kalır. Süper, ben çok beğendim. Kombini həmişə giyineceğim. Siz de gidin. Giyinin bu kombinleriniz arkadaşlar. Süperdim. Deməli saat 12'ye qalıb 10 dəqiqə. Bəli. Yani 11:50'dir. Mən yemək yedim falan. 5 dəqiqə 10 dəqiqə oturdum. Telefonuma falan baktım bir 15 dakika, 20 dakika falan. İndi çay içirəm. Çok yaşayın. Çok güzel. Süper. Kem davası həqiqətən çox tam olaraq bir başlığıdır. Mən bunu həmişə deyirəm, deyəcəm də. Hemen de gelsin biraz söhbət eləyək, çay içək, danışıb, deyib, gülək. Kulağı sarasay açacağım. Uje 3'dü. Mən nənəmlə falan söhbət elədim. Biraz yine telefona baxdım, dedik, güldük. Və mənim nə yadıma düşdü? Mən sizə ev turu etməmişəm kənddəki evimizdən. Gəlin edim. Bu qapıdım. Çox qəşəng, əsəri qış evim. Burada ocaq. Sündürək, tamam. Burada böyle geçen tablo, kitaplar, 4 tane falan kitap. Hele burada 4 tane var. Sonra burada geçen bizim evde olan coğrafi, zaman şeyleri falan. Nenem böyle şeyleri çok sever. Çünkü nenem özü coğrafi müəlliməsi olub. Benim kardeşime coğrafi müəlliməsidir. Burada geçen divanlar, kreslolar, süper. Bu şeyleri o kadar sevdim. Biz öz evimize alacağım bunu, ben mütləq tapıb. Süperdim. Işık. Televizor normaldım. Stol. Bura mənim otağımdır. Daha doğrusu qonaqlar gələndə oturmağa və biz gəlib gedirik. Mətbəx nənəmin mini, amma çox qəşəng, gözəl və səliqəli mətbəx əlbəttə. Bilmirəm, bura çox qəşəng səliqəlidir də qızlar, həqiqətən bildiyiniz. Yəni səliqəlidir. İçine bazı şeylere de koymamışım. Daha doğrusu özüm boşalttım bunlar her şeyi. Çekebilirim rahat. Böyle kapıyan yoktu. Qaşay olsun. Bura nənəm otaqdır. Burada çox şey çəkməyəcəm çünki nənəmin otağıdır. Nənəm otağında kompüterlə gəzədəsiz. Mən işləyəm ondan. Neyse. Deməli burada ne var kızlar? Burada qəşəng bir dənə. Tamam, payettim. Çok qəşəngdir bu. Bakın bu əlüzyon. Pencere de açılır, bağlanır. Bakın bir belə aralanır, bir belə qalır. Belə olur. Sizce hansı qəşəng məncə? Olmaya qalmışsa. Hey. Bir dənə qazı, 3 dənə də toyuğu var. Daha doğrusu bir dəqiqə. Bir qazı, bir xoruzu, 2 toyuğu var. Bir baladır toyuqların, biri anadır, xoruzdur tabii ki atadır. Sonra atadır ama qazdır bir dənə, bu tək qaz. Daha doğrusu 2 dənədir. Biri dahadır. Deməli, bir xoruz, 2 toyuq, 2 də qaz. Belə heyvan var. 1000 təsərrüfat. Bunları yumurtasını satırıq. Bəzən də ətini satırıq. Belə. Toyuq ətim. Çox sevilir. Burada onların yeməkləri var. Abbalarından nam. Burada nənəm nəsə əkir falan. Göyərti falan satır onlardan. Həm də nənəm necə deyim, öz sesini yayılır. Süper arkadaşlar, benim hayvanlarla ön sesim değil mi? Ben yaşam hayvanlarla fotoğraf vereceğim zaten. Cipa 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 cipa, gelin 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 gelin, gazlarım gazlarım, benim gazlarım. Ne diyeyim? Birce dakika oturun burada. Aferin. Cipa 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 cipa. Gəlin əkin bütün işləri görək. Kartoşka əkək. Heyvanlarla mən əkinçilik, sahə işləri çox sevirəm demişdim. Həqiqətən. Nə əkək?
Arkadaşı çok qəşəngdir. Şimdi böyle bir de qəşəng suluyoruz. Yetişəcəklər. Mən sizə nə çəkirəm? Arkadaşlar bir də indi nə çəkəcəm? Gecəm bir otaq var idi, onu çəkəcəm indi. Evet, çox qəşəng otaqdır. Bu otağın gözəlliyi deyib susuram. Bir dənə buna baxın. Necə gözəldir qızlar. Balkon da var, mini balkon. Burada süperdim. Pərdələrə, wow. Burada qəşəng kompüter də var, hələ ocaq da var, süperdim. Bu arada pembe güller yine de burada da var ve təqvim var. Wow, oh my god, maşina. Süper, ben bu otağı çok sevdim. Hətta o otağımı çok sevdim. Mənim köhnə şkafımı demişdim sizə ki, bura gətirmişik. Bəli, baxın buradadır və mənim köhnə yatağım da buradadır. Dadadan, burada böyle geçin yatırıq. Burada hiç paltar yok çünkü ben paltar getirmemişim özümlə. İndi paltarları yerləşdirəcəm burada, rahat olmayın. Bəli. İndi gedərik biz sahaya, saat 4'te falan vlog atacağım size. Rahat olmayın arkadaşlar. Bəli. Ekran arkası, yani kamera arkası qərib mahnılar oxuyub. Digər neynirəm? Burada vloga sakit şəkildə başlayıb davam edirəm. Saat 6'dır və biz bazardan gəldik, sahaya getdik. Sahədə qəşəng şeylər aldıq. Bazara gəzdik, elədik, biraz hava aldıq, gəzdik, söhbət etdik, özümüzü açışdırdıq və sahədə gedib bir-iki dənə işlərimiz vardı, onları həll etdik. Nənəm satacaq bir şeylər vardı, onları satdım. Nələr aldıq sahədən, bazardan da yox, ha. Bazardan da, hə. Nələr aldığımızı göstərmək istəyirəm. Mən nənəmin balqabaq aşını çox sevirəm. Niyə görə? Nənəm mənim əsl istədiyim kimi şirin balqabaq seçməyi bacarır çünki. Mən şirin balqabaqdan çox sevirəm. Yəni şit balqabaq heç sevmirəm və yemirəm, iyrənirəm. Onun dadı yoxdur çünki. Şirin balqabaq amma çox dadlı olduğuna görə elə şirin balqabaq sevirəm. Nənəm də balqabağı qəşəng seçdiyinə görə qızlar. Balqabaq yəni mən şey edirəm də. Hə. Yəni mən nənəmin balqabağını qəşəng necə deyim, balqabaq seçdik. Qəşəng balqabaq seçir. Ona görə onun qəşəng balqabaqları həmişə şirin olur və ondan qəşəng mənə aş eləyir. Onun dadı da çox süper olurdu. Yəni nənəmin balqabaq aşı süper olduğuna görə biz nə aldıq? Balqabaq aldıq. Evet. Sonra nə aldıq? Belə bir çiçək aldıq qızlar. Çox qəşəngdir. Bir dənə baxın, estetik durur. Nənəmdən istəyəcəm bunlar mütləq. Bir də bu, bir də bu. Hətta mən deyərdim bunları gəlin belə düzəyik, qəşəng. Süper da, nə yalan deyim. Bir də belə qarğıdalı aldıq. Qarğıdalı şeyim əkəcək də, yəni qızlar bildiniz. Nəysə. Hə, bunu da nə edirik? Koymuyoruz şuraya. Özümüzde dururuq burada. Evet. Bence çok qəşəng oldu arkadaşlar. Bəli, deməli qızlar, hava saat 7'dir. Biz qəşəng buranın aşını yedik, nuş olsun. Nənə indi süfrəni yığışdırır da. İndi mən sizə otağımı göstərmək istəyirəm. Göstərmişəm də. Aha, doğrudan göstərmişəm mən, neysə. İndi biz nənə ilə keçin biraz kinoya falan baxacağıq. Gəlin sizə tavukları göstərim. Evet. Nənəm elə bu vlogda göstərmirəm. Bilmirəm niyə nənəm. Gələn vlogda göstərəcəm. Elə vlogda göstərim. Tamam. Nənə cabra. Arkadaşlar bekleyin, nənəm gəlsin. Bəli.
Herkesin gözlədiyi mənim bu gözəl nənəm budur arkadaşlar. Deməli bəli. Salam, necəsiz? Qızlar, nə edirsiniz? Nə var, nə yox, can? Nə deyim? Hə. Mən adım Aygündür. Aysunun nənəsiyəm, atanın nənəsiyəm. Hə, Xaçmazda. Bəs, bir də lazım. Hə, yaşayırıq. Aysu hal-hazırda mənim yəni nənəsinin yanındadır. Yəni narahat olmayın. Hə. Neçə yaşım var nənə? 65. 65. Maşallah, Allah ömür versin. Evet, mənim nənəm də budur arkadaşlar. Bir neçə vlog sonra görəcəksiniz. Nəsə elə bugün çəkindi, utandı ilk dəfə deyə. İlk dəfə mənə kamera qarşısına çıxırsam. Düzdür, nə yalan deyim. İlk dəfə də kamera çəkindim, utandım. Nə deyəm. Ürəksiz qızlar, siz çox istəyirik. Özünüzə yaxşı. Nənəm indi şeydi, bilim qonşudan gəldi. Həm də markete getmişdi. Tamam. Evet. Biz nənəmlə kinoya falan baxandan sonra əlbəttə gedəcəyik. Ona görə də qızlar nə edirəm, nə deyirəm. Deməli qızlar, kanalıma abunə olub, videoma like atıp bol ve güzel yorumlar yazmayı unutmayın. Sizi çok severim. Özünüze yaxşı baxın. İnşallah yaxında 100 abunə olmağa çalışıram. Xahiş edirəm. Mən 100 abunəyim yaxında. Lütfen doğum günümdə 100 abunə olmaq istəyirəm. O kutlamağı da bir yerde demək istəyirəm. Neyse. Kendinize iyi bakın arkadaşlar. Bay bay. Öpür Aysun sizi.